reaksiyasını aparırıq sizlə. Məhlulda burada gördüyünüz saxaroza, yəni bildiyimiz şəkərin suda məhluludur, saxarozadır tərkibi. Burada isə natrium hidroksitin suda məhluludur, qələbi. Birinci saxaroza, yəni şəkər məhlulun üzərinə qələbi əlavə edirəm. Və onun üzərinə isə kalium permanganat edir də, biz marqarizat barı ilə bilirsiniz onu. Biraz əlavə edirik. Rəng dəyişiklərini müşahidə edin. Birinci nə rəngi görürük? Bunun rəngini görürük. İndi baxın. Yaşlı rəng görürük. Biraz qarışdırdıqca rənglər dəyişir. Çünki burada aralıq məhsullar əmələ gəlir. O aralıq məhsul əmələ gəldikcə rənglərin dəyişməsi müşahidə olunur. Bəzən axırda artıq rəng dəyişməsi stabilləşir. Reaksiya bu qələmin reaksiyası deyilir. Bir də deyirəm, şəkər məhlulu, natrium hidroksid məhlulu və üzərinə kalium permanganat məhlulu əlavə elədik. Baxın, yaxşı.